Ay eviyəsi. Salam. Salam, hoş Necəsiniz? geldiniz. Xoş Hoş gününüzə geldiniz. gələr. Çox sağ olun. Gəlmək olar? Bəli, hoş gelmişsiniz. Hoş gelmişsiniz. Şükür Allah, her bir şəraitimiz var. Neçə illərdir çox əziyyətlər çəkdik, çox çətinliklərlə düşdük. Bugünkü günə çox şükür. Belə gözəl evlər verilib. Qazımız, işığımız, isti soyuq suyumuz, gözəl təbiət. Burada da gözəl nə ola bilər? Allah xalqımıza var eləsin, sizi var eləsin, xoş gəlmişsiniz. Gözəl Qarabağ zonasına, Heyvalı kəndinə, xalqımıza əmnavanlıq, gözəl günlər arzulayıram. Burada işləyən fəhlələr, işçilər gecə gündüz dayanmadan işləyirlər, yolları çəkirlər, evləri remont edirlər, suları çəkirlər. Yəni burada iş dayanmır. Bax bu da mənim nəvəmdir. Bunlarla nəfəs alıram, şükür Allah, nəvəm də Qarabağ torpağında, Heyvalı kəndində budur yanımda, nəvələrimdən. Allah qoysa o biriləri də gəlişim, bundan da gözəl günü ola bilməz. Deyirəm, hoş gəlmişsiniz. Sağ olun. Güzel ucalar. Həmişə sizlərəsiniz. Gözəl məkana, gözəl diyara. Sizi kimi qonaqlarımızı Allah əsir eləməsin. Bərdədən bizi köçüdülər bura. Oğlanlarım da gəlib, hərəsinə bir ev veriblər. Bizim də ev da gördünüz. Rahatçılığımızı, yaxşılığı. Bağçası da var, məktəbi də var. Rahatlananda sentyabrda hamısı yığışıb gəlir. Yaxşıdır, hamısı havası da var, suyu da var, qaz da çəkilib, hamısı da var, varımızdır. Var, sağ olsunlar. Mənim 70 yaşım var, mən oturmuşam bir rahat yerdə. Hamısı gələndə çaylarını tökürəm, yeməklərimi pişirirəm, çörəklərimi pişirirəm, otururam burada.